bu texnik səbəblərdən yayımda baş verən qüsurlara görə üzr istəyirəm. Dəfələrlə qeyd olunub ki, bəli, o zaman ki Allah yad olunur, Allah zikr olunur, Allahın ayətləri tilavat olunur, insanları xeyri üçün, insanların şeytanın zəngindən, insanları şeytanın əsarətindən qurtarmaq üçün Allahın bu mübarək ayətləri, Allahın bu mübarək haqq kəlamları ki, insanların hidayəti üçün nazil olub söyləndikdə, şübhəsiz ki, şeytan, gözə görünməz şeytan əndişəyə düşür, o şeytan narahat olur, hər bəslə çalışır ki, insanları Allahın yad edilməsindən uzaqlaşdırsın, hər bəslə çalışır ki, insanlara bir sədd çəksin, bir pərdə çəksin qarşısında Allahın hidayətindən, Allahın haqq yolundan. Sonsuz şükürlər olsun Allaha. Bir daha Allahın ismiyle, Allahın yardımıyla davam edirəm çıxışa. Nə qədər şeytan və şeytan kimilər, istər cinlərdən, insanlardan olan şeytanlar çalışsalar ki, Allahın bu nuruna qarşı çıxalar. Allahın bu nurunu hər vəzlə müxtəlif şəkildə, müxtəlif yollarla çalışsalar ki, qarşısını alalar. Buna nail ola bilməyəcəklər şübhəsiz. Çünki bu işin arxasında Allah durur. Allahın qüdrət əli var bu işin arxasında. Bizim də arxamız, vəkilimiz o Allahdır. Yalnız və yalnız Allahdır. Şükürlər olsun Allaha. Bəli, onu qeyd edirdim ki, Allahın bərəkətidir ki, bu günlər İbrahim oğulları Allah üçün, Allaha xatir, Allah rızası üçün Allahın Qurandan açıb öyrətdiklərini, vəhy etdiklərini, ilham edib açıb öyrətdiklərini artıq 7-ci gündür ki, dayanmadan, bugün artıq mənim çıxışımla 156-cı saat başlanır. İnşallah 155 tamam olub, 155 saatdir ki, dayanmadan, şübhəsiz ki, bu texniki səbəblər, internetdə mi, kompüterlərdə mi baş verən texniki səbəblər istisna olmaqla artıq 155 saat tamam olub ki, İbrahim oğulları dayanmadan, yorulmadan, bir daha üzr istəyirəm yayımda baş verən kəsintiyə görə. Rəbbimin ismiyle, izniyle davam edirəm. Bəli, bu günləri artıq 7-ci gündür və mənim vaxtımla 156-cı saatdır ki, İbrahim oğulları mübarək Quranın qiraətinə çalışır və Allahın əta etdiyi bu elmdən, bu hikmətdən onlar üçün açılıb öyrədilənləri sizlər üçün, yəni bizləri dinləyən, bizlərə qulaq asan kəslərlə görüşməyə çalışır. Artıq 155 saat tamam olub, 156-cı saatdir gedir. Yəni Allaha sonsuz şükürlər olsun ki, Allah belə bir neməti, belə bir fəziləti bizlərə əta edib. Nə qədər Rabbimizə şükür etsək də, nə qədər təşəkkür etsək də, nə qədər minnətdarlıq etsək də yenə də azdır. Çünki Allahın bizim üzərimizə olan neməti, ruzi neməti sonsuzdur, saysız hesabsızdır. Çünki nə qədər saysaq da Allahın ruzusunu, nemətini bizlər onu sahib hesaplamaq qüdrətində deyilik. Ona görə də Allahın bizlərə əta etdiyi bu ruzi neməti nə qədər şükür etsək də, nə qədər minnətdar olsaq da, nə qədər Rəbbimizi həmd sana ilə tərifləsək, uzatsaq, böyük bilsək, yenə də bizdə o qüdrət, o güc yoxdur. Yenə də azdır. Yəni layiqincə Rəbbimizi şükür edə bilmərik. Layiqincə ona minnətdarlığımızı bildirə bilmərik. Ona görə də Rəbbimiz özü bizlərə bizim gücümüz çatan qədər, imkanımız qədər ona şükür etməyi, ona minnətdar olmaq,
belə bir bəndələrdən, yəni minnətdar olan, şükürdən, şakir olan bəndələrdən olmağı bizlərə nəsib etsin. İnşallah. Ben ise isterdim ki Kur'an'dan qiraətə devam edim. Dünənki kaldığımız yerden Allah'ın izniyle. Rabbimiz senin izninle, senin yardımınla, senin isminle başlayırım mübarek Kur'an'ın çevirmesinin qiraətini. Bereketli et ve kabul et bizden niyetimizi ve ilmimizi artır. Vasıta aktar üzerine sen özümüze arka bilip, vekil bilip seni tevekkül etmek. Dilimizi daima senin zikrinle, senin şükürle, mübarek Kur'an'ın ayetleriyle revan ile. At kalbimize yalnız o şeyleri ki bize ahiretin gününde nizat verer, cehennem azabına. Bağışla, rahmet, sen rahmedenlerin en yakışısı. Kalbimizden içini, kudreti, pahalılığı, tekebbürlüğü, senin hoşuna gelmeyen şeyleri silip atmakta sen özün bizlere kömür. Nefsimizi, ruhumuzu, canımızı, aklımıza tabi etmekte bizlere yardım et. Rabbimiz bu dünyadaki ibadet itaatimizin, hayatımızın, vefatımızın yalnız sana hatır olmasında sen özün bize yardım et. Rabbimiz bizlere sana teslim olmadan bu dünyadan vefat bağışlama. Ve en güzel nimetine senin yolunda şehadete yetişmeyi bizlere nasip eyle. Bir daha Rabbimiz senin ismini. Allah'a sonsuz şükürler olsun. Bəli, göze görünmez şeytan ne kadar bizleri hırsaleden çıkartmakta, ne kadar bizleri sabirsiz edip Allah'tan uzaklaştırmaya, ne kadar sabırlıdırsa şükürler olsun Allah'a ki bizim de ne kadar Allah'la birlikte olup sabırlı olacağımız halde ona nail olmayacak inşallah Allah'ın yardımıyla. Çünkü Allah sabredenlerledir. Şükürler olsun Allah'a. Bizim de sabretmekten başka çaremiz yoktur. Ne kadar şeytan öz koşunuyla sağdan soldan, karşıdan, önden her bir yerden bizlere karşı hücum etse de Allah'ın izniyle Allah'ın inanan kulları o şeytan üzerinde galebeye müveffak olacak. Ve Allah'a sonsuz şükürler olsun. Bir daha Rabbimin ismiyle devam edirəm. Dünənki qiraətimizi deməli Bəqərə surəsindən 30-cu ayədən 36-cı ayəyə qədər, yəni 5-6 ayə qiraət etdik. Burada əsas bu 6 ayədə mövzu ayənin izahı, anlamı, adam hakkında Allah'ın ərzdə xəlifə yarattığı, adamlıq məqamına ucaltdığı, Allah'ın o xəlifəsindən, o adamından gedirdi. Yani bu mevzu elə bir mevzudur ki, ne kadar danışılsa da, ne kadar bunun üzerinde dayanılıp geniş etraflı söhbət edilsə də, yenə də vaxt buna bəs etmir. Çünkü Allah'ın ayəsi, Allah'ın hikməti elə bir elmdir, elə bir öğretmedir ki Allah buyurur, Allah'ın kelamlarını yazmaq üçün, Allah'ın sözlerini yazmaq üçün meşələr, qələm, dəryalar onun mürəkkəbi olsa belə yine de Allah'ın kelamları, Allah'ın sözleri tükenmez, bitmez. O ağaçlar, o deryalar, o mürekkep kuruyar, tükenir. Allah'a sonsuz şükürler olsun. Böyle Allah bizlere öğretti, bu dünyada formalaşan o fikri, o düşünce terzini, o anlamı ki adam nedir? Ərzdə xəlifə olan adam nedir? Onun mənası, onun anlamı nedir? Bu dünyada formalaşan o fikir ki Adem ve Havva, yani okuyanda insanların ekseriyeti bu Kur'an'ı okuyanda bizim özümüz de ilk evveller elə güman edirdik, elə zənn edirdik ki
Bəli, burada söhbət Adəmdən, yəni insanların, Allahın deyil, insanların uydurduğu, insanların özlərindən düzəltdikləri bu nağıllardan, hədislərdən, əsatirlərdən, əfsanələrdən gələn bir fikir. Yəni Adəm ilk yaranış, Allahın ilk torpaqdan yaratdığı kəs və onun zövcəsi olan Həvva. İnşallah Allahın izniyle devam edelim bir daha. Yani Allah'a sonsuz şükürler olsun. Allah bizlere bu fərqləndirməni verdi. Bu furqanı əta etdi ki, bizler o formasyon, o fikir ki var Adem ve Havva, yani onu Kur'an'dan kenar olan o fikirleri, o düşünceleri, o anlamları Kur'an'la safçürük edebilek, neyin hak, neyin yanlış olduğunu bu Kur'an'ın vasıtasıyla Allah bizlere öğretti. Bu tarihte, bu nağıllarda, efsanelerde yazılan fikirler, düşünceler, bu düşünceleri Allah bu Kur'an'ın vasıtasıyla bizlere neyin hak, neyin batıl olduğunu gözü açıp öğretti. Ve biz buradan da gördük ki Adem ve Havva, böyle bir adlarda insanlar var. Hal-hazırda da var. Bundan evvel de olup da bizden evveller de yaşayıptı. Ancak Kur'an'da bir başa Adem ve Havva kimi Adem var. Adem sözü yani bütün adamlara aittir. Allah'ın o halife olduğu, Allah'ın seçip kaldırdığı halifesinin adıdır adam. Ancak onun zövcəsi ki Havva, Kur'an'da böyle bir şey yoktur. Bu fikir yanlıştır ki insanlara telkin olunur, insanlara öğretilir. Yani Allah o zaman ki meleklere ərzdə, yer üzerinde özünün halifesini yaratacağını söyleyir. Bu Allah'ın bir vaadidir. Biz bu vaadi 24. sure Nur suresinin 55. ayetinde de görürük. İnşallah bir daha dün kıraat ettim. Günler bir de o ayeti kıraat edeyim. Allah'ın izniyle. Allah buyurur 55. ayette Nur suresinde. Vaad verip Allah sizlerden o kəslərə ki iman getirirler ve emellerini ıslah edirlər, onları ərzdə halife eder. Ne kadar halife etti o kəsləri ki onlardan qabaq var idiler. Ve möhkəm etti onlar için dinlerini, odur ki razıdır onlar için. Ve değiştirdi onlar için sonradan xoflarını əminliyə. Onlar ibadet edecekler mənə şərik qoşmadan bir şeyler. Kim bundan sonra kafir olarsa həmin onlardır, fasık olanlar. Bəli, Allah'ın hak vaadine göre bu günləri bizden evvelkileri halife ettiği kimi, ne kadar ki, necə ki bizden evvelkileri halife etti, onlara adamlık məqamına uzattı. Bu günlerde Allah biz İbrahim oğullarını ərzdə, yer üzerinde öz halifesi karar verir. Bizlere adam olmak şansını nasip edin. Biz İbrahim oğulları çalışırıq ki Allah'ın o adamlık məqamına yetişək. Allah'ın həqiqi halifesi olaq. O halifeler Allah'ın Resullarıdır. Bu halifeler Allah'ın nebileridir, seçilmişleridir, salihleridir, sadikleridir. Nəzərə çatdıran, bəşarət verənləridir, qaldırılmışlarıdır. Şahidləri, şəhidləridir.
Allah'a sonsuz şükürler olsun. Bu Allah'ın vaadidir. O halife yalnız bu insanların Kur'an'da bir taraflı mənalı okuyup geçtikleri o Adem'e ait değil ki bu insanlar özlerinden nağıllar uyduruplar. Uydurma, iftira, hadisler yaradıplar. Özlerinden tarih kuruplar. Yani bu Allah'ın bir vaadine göre her bir inanan Allah'a taraf qayıdan, Allah'ın hoşuna gelen əməllər edip, bütün o pis əməllərdən çəkinərək, o şeytani əməllərdən çəkinib, əməllərini ıslah edən kəsləri Allah yer üzərində ərzdə xəlifə edəcəyini vəd verir. Allah heç vaxt vədinə xilaf etməz. Yəni şeytan vədinə xilaf çıxır. Şeytan daima çalışır insanı Allah'tan uzaklaştırsın. Daima çalışır yalan vədləriyle, bu dünya vədləriyle insanı Allah'ın zikrinden, Allah'a ibadetinden, itaatinden uzaklaştırsın. Allah'ta ise vədinə xilaf yoktur. Allah daima vədinə sadiktir. Necə ki bu günləri biz o vədi, Allah'ın bize vədini görürük. Allah'a sonsuz şükürler olsun. Ki Allah İbrahim oğullarını ərzin xəlifəsi etdi. Ərzdə adamlıq məqamına, adamlıq dərəcəsinə çatmaq imkanı bizlərə nəsib etdi. Bizlər daima öz əməllərimizlə, öz imanımızla, Allah'a olan ibadət itaətimizlə çalışır ki, o adamlığa uzalaq. O adamlıq dərəcəsinə, o məqama yetişək. Bu ayədə ardınca buyurur ki, onlar için möhkəm etdi. Bəli, onlar için məkan etdi dinlərini. Odur ki, razıdır onlar için. Bu günləri Allah razı qaldığı dini bizim için verdi. Bu din atamız İbrahim'in hənif millətidir. Qiymətli din, doğru din olan, yer üzərində vahid insanların hidayəti için yeganə, insanların bərqərar olunması, insanların birləşməsinin, insanların həqiqi qardaş olmasının yeganə yolu olan, haqq din olan, haqq hidayət olan İbrahim millətidir, İbrahim cəmatıdır. Yalnız İbrahimin millətində insanlar qardaş ola bilər. Həqiqi qardaş, inanan qardaş ola bilər. O Allah'tır ki, bəli, razı qaldığı dini bizler için heç bir çətinlik yeri qoymadığı dini, atamız İbrahimin dinini bizler için seçti. Ya buyurur ki, dəyişdirdi onlar için xoflarını, ardından əminliyini onlara, arxayınlığı, rahatlığı. İnsanlardan var ki, bugünləri söylüyorlar ki, Muhammed Aleyhisselam'ın sonuncu olduğunu iddia etmekle söylüyorlar ki, neye ihtiyaç var? Yeni Resul'a, yeni Peygamber'e, yeni Nebi'ye. Axı bu Kur'an'la İslam dini güya onların iddiasına göre Muhammed Aleyhisselam'ın zamanıyla Muhammed Aleyhisselam'a Kur'an verilmekle tamamlandı. Din kemala yetti. Allah İslam dini olarak beğendi, tamamladı, mükemmel bir din etti. Bunların sözlerinden belə çıxır ki, deməli Nuh Aleyhisselam'ın dövründə din tamam kemal değilmiş. Allah nimetini Nuh Aleyhisselam'a, İbrahim Aleyhisselam'a, İsmail, İshak, Yaqub, onların nesillerine, Musa'ya, İsa'ya, yani Muhammed Aleyhisselam'a kimi bütün o seçilmişlerde, nebilerde dinler natamam olup Allah'ın nimeti onların üzerinde natamam olup yalnız bu Kur'an geldikten sonra Muhammed Aleyhisselam'ın üzerinde nimetini tamamladı. Evvelkilerinden farklı olarak Muhammed Aleyhisselam'a
öğrettiği dini tam gönderdi, mükemmel gönderdi. Bundan evvelkilerde ise kusur vardı. Bəli, bu onların yanlış düşünceleridir, batıl düşünceleridir. Allah Nuh Aleyhisselam'dan kaldırmakla bu dini, bu tevhid dinini, sonradan ki İbrahim Aleyhisselam'ı da adlandırır Nuh Aleyhisselam'ın ardıcılığı olarak, yani Nuh Aleyhisselam'ın gittiği yolu giden bir kes olarak, onun şiasi taraftarı, ardıcılığı olarak adlandırır ve ondan sonra da hemen o dini İbrahim'in milletinin, İbrahim'in cemaatinin dini olarak daima ondan sonra seçtiği Resullarına ata etti, verdi. Bəli, bütün bu dinler, yani bütün o Resullara verilenler tamam kemal olup, onlarda kusur olmuyor. Çünkü Allah'ta kusur yoktur. Meğer Allah bundan evvelki insanlara, cemaatlara, yani Muhammed Aleyhisselam'dan evvela kimi gelip giden Allah Resullarına, onların ümmetlerine yarımçık din mi göndermişti? Tamam kemal olmayan bir din mi göndermişti? Hayır, bu insanların düşüncesidir. Bu insanların uydurması, yanlış fikirleridir. Böyle olmasaydı Allah, yani bu Kur'an'ı ki Muhammed Aleyhisselam'a verdi, biz görürük Kur'an'dan Allah sayır o Resulları. Nuh Aleyhisselam'dan başlayarak İbrahim Aleyhisselam'ın neslinden İshak'ı, İsmail'i, Yakub'u, Yahya'nı, Zekeriya'nı, İsa'nı, Musa'nı, Harun'u, Yusuf'u, Elyasa'yı, İlyas'ı, yani neçə Kur'an'da adı çekilen, çekilmeyen Allah Resullarını çekir, adlarını, sonra buyurur ki bunlar Allah'ın seçtiği, Allah'ın nimet verdiği, Allah'ın kitap, hikmet, nebilik verdiği keslerdir, şəxslərdir. Hemen onlardır ki Allah onları hidayet edip ve sonradan Allah Muhammed Aleyhisselam'a, yani ilk Kur'an verilen ve bu günleri de bizlere buyurur, tövsiye edir. Səhv etmirəmsə bu 6. surenin 91 yoksa 92. ayetlerinde de bir dəqiqə Allah'ın izniyle Allah buyurur ki budur Allah'ın hidayeti. Bəli, 89'da buyurur ki 89. ayetinde Enam suresinde Həmin o kəslərdir ki əta edib onlara kitap ve hikmet ve nebilik. Yani dediğim kimi burada İbrahim Aleyhisselam'dan danışır, Nuh Aleyhisselam'dan, onların zürriyetinden Davud'dan, Süleyman'dan, Eyyub, Yusuf, Musa, Harun, İsa, İlyas, İsmail, Elyasa, Yunus, Lut. Allah'ın salamı olsun onların üzerinde. Bəli, bu seçilmişlerden danışır, onların salih Allah kulları olduğunu söylüyor. Ve söylüyor ki hemen o keslerin hem atalarından hem zürriyetlerinden seçtik. Onların kardeşlerinden seçtik. Onları hidayet ettik. Düz yola. Ve işte 8. ayette buyuruyor ki bu Allah'ın hidayetidir. Hidayet edir onunla bendelerinden kim istese. Kim istese, bəli, bundan evvelki çevirmelerde biz qeyd edirdik ki, yani burada qeyd edirdik ki kimi istese Allah hidayet edir. Hayır. Allah her bir kəsi istəyir hidayet etmək. Allah fərq qoymur. O insanın öz rütbəsinədir. Çünkü Allah'ın dinində məcburiyyət yoxdur, ikrah yoxdur. Allah kimisə hidayet edib, kimisə azdırmır. O yanlış tərcümələrdə, çevirmələrdə qeyd olunur. Bəli, var ki Allah istediğini, dilediğini azdırır. Allah dilediğini güya hidayet edir. Bu yanlış fikirdir. Bəli, Allah hidayet edir o kəsi ki, o kəs istəyir hidayet olunmaq. Və Allah zəlalətdə tərk edir o kəs ki, o kəs zəlalətdə qalmaq istəyir.
O kəs fasikdir, o kəs müşrikdir, münafiqdir, kafirdir, Allahın düşmanıdır. Yəni o kəsləri Allah zəlatdə tərk edir. Çünki o insan özü bu yolu seçir. Çünki hidayəti də seçmək, zəlaleti də seçmək insanın öhdəsindədir. Allah heç vaxt məcbur etmir. Allah insanı öz ixtiyarına sərbəst şəkildə buraxır. O zaman, əgər belə olsaydı, o zaman bizim bu qeyri-canlılardan, yəni bu heyvanatdan, quşlardan fərqimiz olmazdı. Allah bizə ağıl verib, düşüncə verib, şuur verib ki, bizlər o şuurla, o ağılla, o gözlə, o qulaqla, o qəlblə haqqı görək, haqqı anlayaq, haqqı düşünək, əyrini, düzü bir-birindən seçə bilək. Allaha sonsuz şükürlər olsun. Yəni burada da buyurur ki, Allah hidayət edir bununla kim istəsə. Əgər onlar şərik qoşsalar, etdikləri əməllər məhv olub gedər. 89-cu ayətdə buyurur ki, həmin o kəslərdir ki, əta etdiyi onlara kitab və hikmət və nəbilik. Əgər küfr etsələr, onunla bunlar fəqət bir qövmü onunla vəkil etmişik ki, onunla kafir olmazlar. Və 90-cı ayətdə buyurur, həmin o kəsləri ki, Allah hidayət edib, onların hidayətinə iqtida et. Deyir, mən buna görə sizdən əziz istəmirəm. O ancaq zikirdir aləmlər üçün. Bəli, mən əsas bu ayəyə gətirmək istəyirdim ki, bu insanlar ki, iddia edirlər, Muhammed Aleyhisselama qədər olan din, yəni gəlib gedən Allah rəsullarına, nəbilərinə verilən o dinlər, onlara əta olunan o elm, o kitablar, Tövrat, İncil, Zəbur olsun, o səhifələr ki, Allah rəsullarına əta edilib, nəbilərinə əta edilib, güya onlarda çatışmamazlıq, natamamlıq, qeyri-kamillik var idi. Bütün bunlara Muhammed Aleyhisselam bu Quranla yəni gəldi. Allah Muhammed Aleyhisselam vasitəsilə tamamladı, kəmala yetirdi. Əvvəlkilərdə qüsur vardı, çatışmamazlıq vardı. Bunu söyləmək yanlış bir fikirdir, yanlış düşüncədir. Çünki Allah, əgər onların yolunda bir qüsur olsaydı, natamamlıq, kamillik olmasaydı, burada 90-cı ayədə Muhammed Aleyhisselama ilk dəfə, bugün də bizlərə deməzdi ki, həmin o kəsləri ki, Allah hidayət edib, yəni bu əvvəldən adları çəkilənlər, həmin onların hidayətinə, həmin onların getdiyi yola sən də iqtifa et. Yəni sən də o yola tabi ol, sən də onların getdiyi yolla get. Allaha sonsuz şükürlər olsun. Bəli, Allah da bu günləri o vədinə görə bizləri xəlifə edib, bizləri adam görmək istəyir. Çünki Allah bizləri adam yaradıb. Bizlər öz nəfsimizə uyaraq, bizlər düşmənimiz şeytanı özümüzə dost götürərək Allahdan üç çevirir. Allaha dediklərinə, Allahın hökmlərinə arxa çevirir. Şeytanı dost bilib şeytanın yalan vədlərinə, yalan sözlərinə, bu dünya ilə bizi aldatmasına uyaraq şeytana meyl edib, ərzə meyl edib Allahın nemətindən uzaq düşürük. O zaman həmin adamlıqdan, adamlıq məqamından insanlıq məqamına, insanlıq dərəcəsinə düşürük. Çünki insan olan kəs şeytana qul olur, nəfsinə qul olur, dünyanın qulu olur. Adam olan kəs Allahın xəlifəsidir. Adam olan kəs elə bir məqamda dərəcəlidir ki, Allah Taala bütün mələklərini ona səcdə etdirir. Bütün mülkünü bu adamın ixtiyarına verir. Bəli, Allahda elə bir qüdrət var ki, yəni insana, adama
Allah elə bir qüdrət nəsib edə bilər ki, çünki Allah hər şeyə qadirdir. Çünki Allah bir əmri söyləyərkən, bir əmrin olmasına iradə edərkən, yalnız sözü ol və ol deməkdir ki, o da o anda olur. Yəni Allah bizlərə bu Adəm məqamına çatan kəslərə, adam olan kəslərə elə bir fəzilət, elə bir nemət əta edir ki, buna özümüz belə doğru düzgün görə bilmirik. Yəni o kəs özü belə, o nemət əta olunan kəs belə onu layiqincə görmək qüdrətində olmur. Allah insana, yəni adama sonsuz nemət əta edir. Yəni ona elə bir qüdrətli, elə bir, bunu biz Qurandan da görürük ki, Süleyman Aleyhisselamın mülkündə xidmət edən, Süleyman Aleyhisselamın ətrafında olan Quran kitabdan, yəni Allahın Quranından fərqi yoxdur. Quran daima var, daima olub, daima olacaq. İstər Tevrat adıyla, istər İncil adıyla, yenə də Qurandır. Allahın çünki kəlamlarında, Allahın qanunlarında dəyişiklik yoxdur. Yəni bu kitabdan olan, elmi olan kəsə Allah elə bir qüdrət nəsib edir ki, bu elmin müqabilində. Yəni bu qüdrət Allahın kəlamının, Allahın yazılarının qüdrətidir ki, Allah istədiyinə əta edir. Ki, ağla sığmaz bir qüdrətə sahib olur. Yəni biz onu görürük, orada Süleyman Aleyhisselamın ətrafında olan kitabdan elmi olan, Allahın elmindən xəbərdar olan kəs bir göz qırpımında ağla sığmaz bir iş edir. Yəni uzaq bir məkandan hansısa bir dövlətin padşahının kürsüsünü, ərşini bir göz qırpımında Süleyman Aleyhisselamın huzuruna gətirir. Yəni bu həm Süleyman Aleyhisselama Allahın olan fəzli, rəhməti, həm də o kəsə ki, kitabdan elmi var, onlara olan fəzlidir, rəhmətidir, Allahın qüdrət nişanəsidir. Yəni bunu edən Allahdır, bəndə deyil. Çünki ayətlər, ayət möcüzədir. Çünki ayətlər Allaha məxsusdur, o möcüzələr Allaha məxsusdur. Heç bir rəsul möcüzə gətirə bilməz Allahın izni olmadan. Heç bir rəsul öz başına ayət göstərmək qüdrətinə malik deyil. Bəli, əgər istəsə Allah bu günləri bizlərə də, əgər istəsə verər. Öz ayətini. Ancaq bu günləri bizlərə ayətini başqa bir şəkildə, bu Qurandan, öz Quranından, öz kəlamlarını bizlərə vəhy ilə açıb öyrətməklə əta edir. Vəhy ilə açır, öyrədir, ilham verir bizlərə və bizlərin də bu söylədiklərimiz bir möcüzə olaraq, bir ağla sığmaz bir iş olaraq insanlar tərəfindən qəbul edilir. Yalnız ağıl sahibləri, yalnız Qurandan elmi olanlar bunu qəbul edir, bunun haqq olduğuna şəhadət verir. Çünki İsa Aleyhisselamla, Musa Aleyhisselamla Allah söyləyir, onlara əta olunan o möcüzələr, ayətlər ki vardır. Məgər onları insanlar doğru düzgün görüb qəbul etdilərmi? Musa Aleyhisselama verilən 9 ayəti Allah söyləyir ki, əta etdik 9 aydın ayət. Məgər onlara verilən o ayətdən sonra Musa Aleyhisselam qəbul edildimi? Aşkar o Firavuna 9 ayətlərlə ki getmişdir. Məgər onun müqabilində onu sehirbaz, cadugar və sonda da kafir olan kəslərdən adlandırmadılarmı, elan etmədilərmi? İsa Aleyhisselam da eləcə. Ondan əvvəlkilər də, sonrakilər də cadugar, sehirbaz, məcnun,
yani ağlında küsur olan, dəli, xəstə adlandırmadılar mı? Bu Allah Resullarına kafirlər, müşriklər, fasiklər tərəfindən verilən qiymətdir. Verilen mükafattır. Allah'a sonsuz şükürler olsun. Bəli, Allah buyurur, yalnız elm sahipleri, kitabdan elmi olan kəslər bu həqiqətləri görə bilər. Ona görə də bizlər daima çalışmalıyıq ki, Allah'ı yad edək, Allah'ın bu mübarək Kur'anından, bu zikrindən Allah bizlərə elm əta etsin. Daima yalvaraq ki, Rəbbimiz öz elmindən bizlər üçün daha da atsın, öyrətsin. Çünki nə qədər oxusaq da, nə qədər bu Quran yad olunsa da yenə də azdır. Yenə də oxuduqca hər dəfə Allah yeni bir şeylər açır, öyrədir. Öz vəhyi ilə, öz ilhamı ilə. Dəfələrlə oxuyub keçdiyimiz şeyləri bir dəfə də görürsən ki, oxuduqda tamam bir başqa məna verir, tamam bir başqa izahdır, başqa bir açılışdır. Bəli, bu Allah'ın Kur'an'ın ayət olması, yəni möcüzə olması. İnsanların əksəriyyəti söyləyir ki, bu kitab ayədir, ayələrdən ibarətdir. Əslində isə onlar söylədiklərinin mənasını belə anlamırlar. Əgər doğrudan da onlar Allah'ın ayəsi olduğunu, Kur'an'ın ayələrdən ibarət, möcüzələrdən ibarət olduğunu söyləyib doğrudan da əgər buna inanırlarsa, həmin o kəslər bu günləri, bu zamanədə Allah Resullarını da qəbul etmiş olarlar. Allah'ın nəbilərini də qəbul etmiş olarlar. Çünki Allah'ın Resulları da, nəbiləri də həmin o ayəti, o möcüzə olan, o dəlil nişanə olan Allah kəlamlarını söyləməkdən başqa bir vəzifə sahibi deyirlər. İnsanlar gözləməsinlər ki, biz İbrahim oğulları bunlara hansısa dəryanı yarıb, hansısa ölünü dirildib, yaxud göydən mələkləri nazil edib, göydən hansısa bir kitab nazil edib, insanlar qarşısına çıxacaq. Yaxud da Allah'ı estağfurullah aşkar bunların qarşısına gətirəcək. Yəni o qüdrət, o əlamət Allah'a məxsusdur. Allah, bəli, söylədiyi kimi ayətlər, möcüzələr Allah yanındadır. Və Allah'ın izniyle də istədiyi bəndəsinə əta edir. Allah'a sonsuz şükürlər olsun. Bugünkü çıxışım yəni ki, səbəblərdən demək olar ki, az oldu. İnşallah nə qədər Allah'tan danışsaq da, Allah'ı yad etsək də azdır. Yəni o Allah'dır ki, bizlərə bu Qur'andan açır öyrədir. Bizlərin haqqın harada, batilin harada olduğunu bu Qur'an, bu fərqləndirən, bu Furqan olan Qur'an vasitəsilə bizlər üçün bəyan edir. Bizim də vəzifəmiz həm öyrəndiyimizin sayəsində Rəbbani olmaq, həm də öyrətdiyimizin sayəsində layiqincə onu öyrəndiyimiz kimi insanlara çatdırmaq, yəni tədris olunduğumuz kimi eləcə də, necə ki tədris olunur, necə ki öyrədilirik, eləcə də öyrətməkdir. Çünki öyrədənimiz Allah'tırsa, estağfurullah, biz Allah deyirik. Biz də insanlara öyrəndiyimiz kimi, yəni Allah'tan necə ki öyrənirik, eləcə də insanlara bu Qur'anı öyrənmək yolunu, bu Qur'anın açarını öyrətməliyik, bildirməliyik. Yəni öyrədən yalnız Allah'tır. Elm yalnız Allah'tadır. Çünki Allah buyurur ki, öyrəndiyiniz kimi də öyrədin. Biz necə öyrəndik? Biz öyrəndik Qur'anı qiraəti ilə,
əməllərimizin islahı ilə, Allahı çoxlu yad etməklə, Allahla doğru düzgün olmaqla, bunun da müqabilində Allah Teala bizlərə bu elmində nəta etdi. Daha bundan sonra biz deyə bilmərik ki, gəlin insanlar bu Qur'anı qoyun kənara, bizim ağız sözlərimizə, bizim batil, yanlış, öz nəfsimizdən gələn sözlərimizə qulaq asın. Onlarla yol tutun, gedin. Biz nəyi deyiriksə, onunla oturun, onunla durun. Çünki siz Qur'anı oxumaq, Qur'anı anlamaq qüdrətində deyilsiniz, başa düşməzsiniz. Allah bunu bizə verib, daha siz bunu anlaya bilməzsiniz. Xeyr, bizim gücümüz, biz İbrahim oğullarının gücü Qur'anı bilgisindədir. Bu Qur'anın Allah'tan olan, doğru düzgün olarak okunup, doğru düzgün olarak təbliğ edilməsindədir. Allah'a şərik qoşmadan, Allah'tan başkasına ibadet etmeden. Bəli, Allah'a sonsuz şükürlər olsun. Bizler öğrendiğimiz kimi, necə ki Allah'tan öğrenirik, insanlara da o cürə Allah'tan öğrenmeyi dilirik. Və tövsiyə edirik ki, Allah'tan öğrensinler. Kur'an okusunlar insanlar çoxlu. Şüphesiz ki Allah istediğine istediği kadar verir. Bizden de, bizim bildiklerimizden de artıq verə bilər. Eğer o kəs istəsə, o kəs Allahla doğru düzgün olsa, Allahla səmimi olsa, dünyaya değil, şeytana değil, Allah'a meyil etsə, Allah o zaman onu öz ayətleriyle uzaldar, öz adamlıq məqamına yetirir. Sonsuz Allah'a şükürlər olsun, mənim vaxtım tamam olur. İstəmirəm qardaşım Yalçın Əleyhisselamın zamanında Allah tərəfindən seçilib qaldırılmış, ilk təslim olan Allah Resulü Aleyhisselamın beyyəti İbrahim oğullarının arasında varis, yani Aleyhisselamın varisi olarak bilinen Yalçın Aleyhisselamın çıxışıdır. İstəmirəm onun vaxtından girəm. Uca hikmətli olan Allah doğru buyurur. Allah'ın salamı olsun bütün Resullarına, Nəbilərine, göndərilmişlərine, inanıb əməllərini islah edən bütün bəndələrine. Rabbim cezalandırma bize canındarıksa yaxud xəta edəriksə. Rabbim yükleme üzərimizə ağırlığı, nə qədər yüklərin üzərinə kəslərin ki bizdən də baxmayıb. Rabbim yükləm bizə nə ki taqətimiz yoxdur. Əff et, bağışla, rəhm et bizə. Sən bizim Mevlamızsan, yardım et bizə üzərində kafir görmür. Rabbimiz qəlblərimizin əyməyinə imkan vermə, ondan sonra hidayət edib sən bizi bəxş et bizim üçün əzyanında rəhmət. Həqiqətən sən Allah'sın. Pakdır, müqəddəs sayılandır Rabbimiz. Neden ki vəzf edirlər, izzət sahip olan Rabbimiz. Salam olsun Allah'ın Resullarının, mürsəllərinin, nəbilərinin üzərində. Həmd, şükür, sənə Allah üçündür, Rabbidir aləmlər. İnşallah sabah görüşənədir. Allah'ın sülhü, əmnamanlığı, rəhmət, bərəkət olsun üzərinizdə.